Əziz dostlar, xoş gördük. Bir dənə gözəl həyət evi çıxartmışam Xırdalan şəhərində. Prospekt yoluna, köhnə bazara çox yaxın bir ərazidə əziz dostlar. Gördüyünüz kimi 8 sotun içində tam paket kupça 2 ev var. Bax bu 8 sotun içində 2 ev var. Bax bu gördüyümüz bax bu ev, bunun da giriş çıxışı ayrıdır əziz dostlar. Bu evdə bura aiddir. Sənədlərin hamısı da qaydasındadır. Yəni addelini satılmır. Ümumi satılır. 8 sotun içində bağlı, bağçalı 2 ev var. Bu gördüyümüz ev, çəkib təqdim etdiyim ev 3 otaqlıdır əziz dostlar. Əsas küçəyə açılır. Burada ikinci evimiz bax budur. 2 mərtəbəli 6 otaqlıdır. Evin 4 bir yanına keçmək olur. Cüt daşla inşa olunub uzun illər öncə şəxsi tikili superdə evdir əziz dostlar. Xırdalan şəhərinin mərkəzə ən yaxın olan həyət evlərinin ərazisindədir əziz dostlar. Küçəsi asfalt, mərkəzi kanalizasiya sisteminə qoşulub. Bax gördüyünüz kimi bax belə darvazası öz həyətinindir, həyətinə açılır. Gözəl bağlı bağçalı belə bir həyət evdir. Keçək evin arxasındakı torpağını da çəkib təqdim edim. Əla yerdədir dəyərli dostlar. Qiyməti qeyd edəcəm videonun daxilində. Sənədləri hamısı qaydasındadır. 2 ev var. 8 sotun içində 2 mərtəbəli. 2 ailənin, 2 qardaşın ala biləcəyi bir evdə əziz dostlar. Bax gördüyünüz kimi toyuq hinnə kimi var. Bağlı, bağçalı, müxtəlif meyvə ağacları var həyətində əziz dostlar. 2 mərtəbəli, cüt daşla inşa olunub. Evin içində hətta ara kəsmələr belə cüt daşla inşa olunub. Ehtiyac su çəni var. Hərçənd ki ehtiyac yoxdur. Çünki su daimidir Xırdalanda. Heç bir problem yoxdur. Bax belə meyvə ağacları, bağlı, bağçalı, gözəl həyət evdir. Keçək 2 mərtəbəli evin təqdimatını edim. 3 otaqlı evin təqdimatını edə bilməyəcəm çünki hal-hazırda kirayədədir. Kürsülüdür, 8 daş kürsülüdür evimiz. Keçək evimizin içinin təqdimatını edim. Padval da var əziz dostlar. Bax belə daxil olduqda bu foye hissəsidir, əsas qapıdan. Gördüyünüz kimi. Bütün pəncərələrin də qarşısı açıqdır, dəmir barmaqlarla bağlanılıb. Dəyərli dostlar, əsas qapıdan giriş hissədə bax belə bir dəhliz hissəsi. Sol tərəfdə geniş ölçüdə mətbəxi. Əşyaların çoxu qalacaq, elektronika çıxacaq dəyərli dostlar. Burada birinci otaq, yataq otağı. Birinci mərtəbədə 2 otaq var əziz dostlar. 4 otaq isə ikinci mərtəbədədir. Bütün mərtəbələrdə də sanitar qovşaqlar mövcuddur, ayrı-ayrılıqda. Evin isitmə sistemi kombidir əziz dostlar. Kombi sistemi burada yığılıb. Taxta işləmələri, pilləkənləri yığılıb. Burada qonaq otağı da çox səliqəli evdir. Gün düşən evdir. Hər otaqda 2 pəncərə var əziz dostlar. Əla yerdədir. Hündür və quru ərazidir. Əsas su basan filan belə bir söhbət gedə bilməz dəyərli dostlar. Küçəsi asfalt, mərkəzi kanalizasiya sisteminə qoşulub. İkinci mərtəbənin də təqdimatını edim. Hətta ara kəsmələr belə cüt daşla inşa olunub. Bax belə bir dəhlizi ikinci mərtəbədə üstü paket vurulub, yeni dam örtü ilə bağlanıb. Çox əla evdir, şəxsi tikili evdir. 200 kvadrat metrlik kondisioneri var əziz dostlar. Burada da sanitar qovşağı mövcuddur. Real bazar qiyməti təyin olunub. İndi hamı bilir qiymətləri. Burada 3-cü otağımız. Bütün otaqların ölçüləri genişdir əziz dostlar. 2-ci mərtəbədə cüt daşla inşa olunub. 4-cü otaq. 5-ci otaq görürsünüz əziz dostlar. 2 pəncərə var burada da. Gün düşən evdə əsası. Və sonda 6-cı otağa çəkib təqdim edirəm. Geniş ölçüdə. Heç bir təmirə də ehtiyac yoxdur dəyərli dostlar. Nömrəmiz profildə qeyd olub. Əsas məsələyə gəldik qiymət. Real bazar qiyməti 380.000 manat təklif olunur. Elə burada torpağın sotu 35.000, 30.000 manat əziz dostlar. Belə bir yerdə. Bilənlər bilir Xırdalanda. Əsas prospekt yolundan 300-400 metr içəridə 2 və 9 ali məktəbə ayaq məsafəsi ilə, köhnə bazar ayaq məsafəsi ilə ətraflı nömrəmiz əlaqə saxlayın. Kanalımıza abunə olmağı unutmayın. Bu günlük bu qədər.